Hədəfin usanmaz dostu, Azərbaycanın Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatının daimi təmsilçisi, texniki elmlər üzrə fəlsəfə doktoru, tanınmış jurnalist, elmin populyarlaşmasında daima milli mövqe sərgiləyən cənab İbrahim Nəbioğlunu sizin alqışlarınızla bəli təbriklərini eşitmək üçün səhnəmizə dəvət edirik. Axşamınız xeyir. Hörmətli qonaqlar, Türkiyədən gələn misafirlərimiz. Mən daimi təmsilçisi deyiləm. Keçmiş Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Azərbaycanın keçmiş daimi təmsilçisiyəm, yəni səfiriyəm və Azərbaycanın İstanbuldakı keçmiş başkonsuluyam. Mən bura səhnəyə çıxanda Elçin Şıxlı, hamınızın yaxşı tanıdığı Elçin Şıxlı mənə deyir ki, mənim 40 illik dostumdur, deyirsən, deyir, biraz fərqli danış, səhnədə sağa sola get ki, qoy daha kreativ olsun. Mən də Elçinə dedim ki, Elçin, burada bir dənə kreativ adam varsa, o da Şəmil Sadıqovdur. Belə bir məktəb haqqında biz düz bir il əvvəl İstanbulda xeyli söhbət eləmişdik. Mən o vaxtı təsəvvür eləyə bilmirdim ki, bu cür böyük bir, geniş miqyaslı bir iş görəcəkdir və hətta bu yaxında yazdığım bir balaca yazıda da demişdim ki, deyəsən, Hədəf Şirkətlər Qrupu yavaş-yavaş Hədəf Galaktikasına çevrilir. Mən burada bəzi qonaqlara mənim son kitabımı da qoyubdular və bütün kitab zaten burada onun ən gözəl, ən bariz nümunəsi burada görülən işlərdir. 2014-cü ildə mənim qızım Boğaziçi Universitesindən məzun olurdu və hər kəs ailədə səbirsizliklə gözləyirdik ki, qızımız məzun olacaqdı və biz gedəcəyik Boğaziçi'nin tarixi binasının önündə məzuniyyət törənində iştirak edəcəyik. Lakin mən hər kəsdən fərqli olaraq daha çox rektorun çıxışını gözləyirdim. Çünki Avropanın və Amerikanın, xüsusilə də Ivy League-ə daxil olan universitetlərin həyatlarındakı ən önəmli hadisə oradakı rektorların çıxışıdır. Hər kəs maraqdan o rektorlar nə danışacaqlar, məzunlara nə tövsiyə verəcəklər, onun üçün böyük bir həvəslə ora gəlirdilər və mən də nəfəsimi dərərək o zaman Boğaziçi Universitetinin rektoru, tanınmış fizik, profesör Kadri Özçaldıran idi və Kadri Hocanın görəsən yarım saat içinə, adətən də bunun bir standartı var, 30-32 dəqiqə danışırlar. Böyük bir səbirsizliklə Kadri Hocanın nə danışacağını gözləyirdim. Amma hər şey çox fərqli bir şəkildə oldu. Kadri Hoca səhnəyə çıxdı. Əlinə mikrofonu alaraq üzünü öğrencilərinə, məzunlara tutdu. Dedi ki, mən bu səhnəyə çıxmışam ki, hamınızdan üzr istəyim. Və belə bir dəhşətli bir sakitlik çöktü ki, görəsən rektor nə üçün üzr istəyir? Deyir, çünki bugün də daxil bu universitetdə sizə öyrətdiklərimiz sabahları tamamen boyatlaşacaq və tamamen köhnəlmiş olacaq. Amma biz sizə bu universitetdə düşünməyi, araşdırma şövqünü öyrətmişiksə, dünyanın ən mutlu müəllimləri, professorları bizik. Mən bu balaca bir hadisəni, həyatımdakı çox önəmli bir gündən bu hadisəni danışmaqla arzu eləyirəm ki, Hədəf qrupunun müəllimləri buradakı gənclərimizə, gələcəyimizi təhvil verəcəyimiz uşaqlara düşünməyi və araşdırma şövqünü öyrətsinlər. Ben bugün bura gələrkən tamamen təsadüfən bir ərəb sözünə rast gəldim. Onun ərəb dilində cəhil bilməmək deməkdir. Cəhil kökündən, ərəb dilindəki cəhil kökündən 3 dənə və çox sayda sözlər törüyübdü, amma ən önəmlilərini söyləmək istəyirəm. Cahil, cəhalət və məchul. Mən arzu eləyirəm ki, Hədəf məktəbləri yetişdirdiyi uşaqları cəhildən törəmiş bütün nə varsa hamısına qarşı mübarizə aparsınlar. Çünki aydınlıq yalnız və yalnız cəhalətlə, cəhalətə qalib gələndə gələcəkdir.
Mən Hədəf Planetinin sahibi, onun qurucusu, başda Şəmil bəy və xüsusi olaraq da Hədəfdə dərs deyəcək müəllimlər ordusuna böyük uğurlar arzulayıram. Çox sağ olun, minnətdaram.